Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Səidə Dadaşova qalmaqallı açıqlamalar verib. İfaçı özünə doğum günü keçirməmə səbəbini açıqlayıb. Sənətçi iki şəxsin ölümünü gözlədiyini etiraf edib. Özümə ad günü etməyəcəyəm, çünki belə şeyləri sevmirəm. Bir istəyim var. 2 nəfər bu dünyada olmayandan sonra bayram edəcəyəm və ad günümü keçirdəcəyəm. O insanlar bu camiədədir. Mən bugün atamı təmsil etdiyim övlad kimi onun sənətini, qürurunu, hörmətini hər zaman saxlayacağam. Atamın sənət dahisi olmağını həmin insanların gözləri götürməyib. Mən deyən yox, Allah deyən olsun. Bəlkə mən onlardan tez öləcəyəm. Sadəcə bir istəyimdir.